Salam əziz abituriyentlər. Bu gün sizə 11-ci sinif buraxılış imtahanına düşmüş ingilis dilindən qrammatika suallarının izahına baxacağıq. Əvvəla başlayaq 7-ci sualdan. 7-ci sual bizdə singular, yəni tək isimləri istəyir. Baxaq variantlara. Burada ball sözünün S şəkilçisi var, cəmdədir. Burada glasses sözü cəmdədir, eynəklər. Burada C variantını saxlayıram. Umbrella monkeys. Monkeys sözündə görürsüz, S şəkilçisi var, cəmdədir. E variantında isə tools sözündə S şəkilçisi var, cəmdədir. Yalnız C variantı bizdə meal and flour sözləri təkdə verilib. Baxaq 8-ci suala. The kids get up early, they have no lessons today. Bizdən modal feil istəyir. Tərcümə ilə biz bunu çox rahat bir şəkildə tapa bilərik əslində. Amma əvvəla qrammatikaya müraciət eləyək. Baxıram ki, mən burada 3-cüdə have-in to-su yoxdur. Bizdən modal feil istədiyi üçün mən bu variantı çıxıram. 3 olan variantlarda buradan silirəm. 4, 5 və 1, 4 qalır. 1 və 5-ə baxıram. Birincidə don't have to, 5-cidə isə must. Deyir ki, ikinci tərəfdə they have no lessons today. Yəni, bugün dərsləri yoxdur. Get up early, erkən qalxmaq. Yəni, bunların dərsləri yoxdursa, bunlar erkən qalxmalıdırlar. Yox, erkən qalxmağa məcbur deyirlər. Çünki dərsləri yoxdur. O zaman cavabımız olur 1, 4. 9-cu suala baxıram. Passive voice, yəni məhcul növ sualıdır. Sual cümləsidir. When did they take the entrance exams? Sual cümlələrində biz təbii ki, sual sözü əvvəldə saxlayırıq. Hər birində də bu belədir. Baxıram ki, cümləmin zamanı keçmiş sadə zamandadır. Bu zaman mən keçmiş sadə zamanda seçməliyəm. Variantları: When were the entrance exam taken? When were the entrance exams been taken? Baxın, burada mən been-i gördüm. Mən bu variantı çıxmalıyam. Çünki been yalnız bitmiş zamanlarda olur. When were they? Baxın, burada cümlənin mübtədasını saxlayıblar. Hansı ki, məhcul növdə biz mübtədanı verməməliyik. Yalnız sonunda by ilə verə bilərik. When were taken the entrance exam? Burada sual cümləsinin quruluşu pozulub. Yəni, burada taken sözü entrance examdan sonra gəlməlidir. Ona görə də D variantı da getdi. When the entrance exam were taken. Burada da sual cümləsinin strukturu pozulub. Burada sual cümləsi olduğu üçün were qarşıda olmalıdır. Bu nəqli cümlənin strukturudur. Y variantı da getdi. When were the entrance exams taken? Bu variant tam şəkildə düzgündür. Sualda children painted the fence. Baxıram ki, bizdən əvəzlik sualdır, əvəzliyi istəyir. Burada children olduğu üçün, yəni məndə mübtəda children verildiyi üçün və məndən hərəkətdən sonraki əvəzliyi soruşduğu üçün mən burada children-ə əsasən themselves götürəcəm. Çünki uşaqlar sözü cəmdədir və üçüncü şəxsin cəmidir. 11-ci sual bizdən nida cümləsi istəyir. Bildiyiniz kimi bu nida cümlələrində biz sual cümləsi yox, nəqli cümlə quruluşundan istifadə etməliyik. Baxıram ki, ikinci hissədə məndə are they var. Yəni sual cümləsi quruluşudur. Burada are, yəni köməkçi feil, mübtədadan qabağa keçib. Bu düzgün deyil, yəni sual cümləsidir. O zaman ikinci variantı çıxdım. 2 olan variantlarda burada çıxaq. 5-ciyə baxıram. How dogs they clever they are. Aha. Bu how-dan sonra bizdə mütləq sifət gəlməlidir. Ümumiyyətlə, what-dan sonra isim gələ bilər və ya sifət isim gələ bilər. Amma how-dan sonra mütləq bizdə sifət gəlməlidir. Ona görə bizdə 5 də səhvdir. 5-i də çıxdım. Qaldı bizdə 3, 4, 1, 4. 1-dən 3-ə baxıram. What a clever dog it is. How the clever dog it is. Baxıram ki, burada how sözündən sonra bizdə article gəlib, yəni the article gəlib, hansı ki bu yanlışdır. How clever the dog it is olmalıdır. Yəni how-dan sonra birbaşa bizdə sifət gəlməlidir. Ona görə 3 səhvdir. How, baxın bu 4-cüdə eyni şəkildə. How clever the dogs are. What a clever dog it is. Mənim cavabım olur 1, 4. 12-ci suala baxıram. Article sualıdır. Mount Fuji located on Iceland, Hokkaido is the highest mountain in Japan. Aha. Mənim birinci gözümə çarpır burada highest, yəni
sifətin üstünlük dərəcəsi. Biz bir-iki sifətin üstünlük dərəcəsində mütləq qarşısında the article olmalıdır. The article olan variantlara baxıram. Deməli, bizdə C artiklında the variantı var. Bir də B variantında the article var. Yəni, digər variantlara heç baxmıram. Sadəcə bu iki variant arasındakı fərq qarşıda the article-ın olmasıdır. Normalda dağ adlarında heç bir article istifadə olunmur. Yəni Mount Fuji bizdə dağın adıdır və burada heç bir article-a bizə ehtiyac yoxdur. Ona görə variant olur B variantı. 13-cü suala baxıram. The invited guests 2 hours ago. Zamanları sualıdır. Baxıram, ago sözünü gördümsə, birbaşa mən keçmiş sadə zaman yazmalıyam. Başqa heç bir variantı da baxmıram. Keçmiş sadə zaman bizdə B variantıdır. Arrived sonunda ed şəkilçisi ilə. 14-cü suala baxıram. David was than his classmates sifətə aid, sifətin dərəcələnməsinə aid sualdır. Mən bilirsiniz ki, burada than sözünü görən kimi birbaşa müqayisə dərəcəsi axtarmalıyam variantlarda. Baxın, burada taller var, burada more taller var, burada isə most taller var. Ümumiyyətlə, tall sözü bir hecalı söz olduğu üçün biz bunun dərəcələnməsini ya R ya S şəkilçisi ilə etməliyik. Müqayisə dərəcəsi olduğu üçün R şəkilçisi olacaq. More və ya most bizə lazım deyil. O zaman bizim variantımız B variantı. 15-ci sual make up a sentence cümlə qurmaqdır. Bu bir qədər uzun cümlədir. Buna görə tələbələr burada çətinlik çəkmiş ola bilər. Mən baxanda burada birinci when-lə başlayıram. Çünki başa düşdüm ki, bu zamana aiddir və when sözü varsa və əgər cümlə nəqli cümlədirsə, o zaman birbaşa when-lə başlayacağam. When Mr. Reed arrived in Brighton, he took a taxi to the hotel. Baxaq indi bu varianta uyğun gələn 6, 5, 4, 1, 2, 7, 3, 8. Bəli, bu Y variantı bizdə cavabdır. Mr. Reed deyir, Brighton'a çatanda otelə taksi ilə, otel üçün yəni taksiyə mindi. Baxaq 16-cı suala. Preposition sualıdır. Hər iki cümlə üçün düzgün olan preposition istəyir. Baxın, bəzən elə olur ki, bu cümlələrdən biri həqiqətən asan, biri çətin olur və həmin o asan cümlənin biz preposition'ı asan şəkildə yaza bilirik. Və bu birinci cümlədir. Good. Ümumiyyətlə, nədəsə yaxşı olmaq, to be good at, nədəsə pis olmaq, to be bad at'dir. Yəni, good at playing tennis olacaq. Heç ikinci cümləyə baxmadan mən bura at-i yazıram. 17-ci suala baxıram. This furniture very expensive. Baxırıq, burada mübtəda xəbər uzlaşmasıdır. This furniture ümumiyyətlə təkdədir. Yəni, sayılmayan təkdə bir isimdir. Sayılmadığı üçün də mən digər variantların heç birini götürə bilmirəm. Çünki buradakı bütün xəbərlər cəmdədir. Yalnız A variantı xəbər təkdədir. Mən A variantını götürürəm. 18-ci sual. I can't go with you. I am busy. Conjunction sualıdır. Çox kiçik bir tərcümə ilə biz bunu yaza bilərik. Can't go deyir. Gedə bilmərəm. Busy. Məşğulam. Mən sənlə gedə bilmərəm. Çünki mən məşğulam. Because I am busy. Mother asked her daughter a glass of water. Burada da feilə aid bir sualdır. Complex object sualıdır. Ask'dən sonra biz bilirik ki, necə gəlir? To'lu feil gəlir. Mən də baxıram, burada Y variantında to'lu feili görürəm və götürürəm. Bu complex objectdə siz feilləri əzbərləməlisiniz. Ümumiyyətlə, let make-dən sonra heç bir, yəni feil yalnız öz halında gəlir və bizdə bəzi feillər var ki, onlardan sonra da ya ing ya da ümumiyyətlə heç nəsiz feil gəlir. Onları da əzbərləmək lazımdır. Qalanlarından sonra isə to'lu gəlir. 20-ci suala baxıram. Interrogative sentence, yəni sual cümləsi sualıdır. Sual cümlələrini yazmaq çox asandır. Əslində, nə qədər bütün çox tələbəyə, yəni bu çətin gəlsə də çox sadədir. Ümumiyyətlə, sual cümləsinin strukturunu yaxşı bilmək lazımdır. Sual cümləsinin strukturu necə olur? Əgər mübtədaya və ya mübtədanın təyininə sual verilməyibsə, orada mütləq şəkildə deməli, köməkçi feil olmalıdır. Daha sonra mübtəda, daha sonra xəbər olmalıdır. Struktur belədir. Baxıram ki, burada sual mübtədaya verilməyib. Mübtədamız çünki bizdə burada you-dur. Bizdə sual tamamlığa verilib. Ona görə mən burada mütləq köməkçi feil axtarmalıyam. B variantı köməkçi feil görmürəm. B variantı çıxdı. Mən Y variantında köməkçi feil görmədim. D variantında baxın, köməkçi feil bizdə xəbərdən sonraya düşüb. Halbuki xeyr.
sual sözü, yəni burada how many slices of bread bizim ümumi sual sözümüzdür. Sonra bizdə köməkçi feil, sonra mübtəda, sonra xəbər gəlməlidir. D variantı getdi. Baxıram, deməli, A variantına. A variantında bu səfər mübtəda köməkçi feildən qabağa keçib. Olmaz. Köməkçi feil, mübtəda xəbər olmalıdır. O zaman A variantı da getdi. C variantında how many slices of bread do köməkçi feilimiz, you mübtədamız, eat xəbərimiz. Bəli, cümlə quruluşu, sual cümləsinin quruluşu tam şəkildə ödənib. 21-ci suala baxıram. He put a lot of sugar in his coffee. Aha, yenə burada cümlə quruluşuna aid bir sualdır. Baxıram ki, birinci bizə verilən cümlə təsdiqdədir. Və əgər mən bu cümləyə qatılacamsa, baxın, bunlar cümləyə qatılıram da. Cümləyə qatılacamsa, o zaman bu hissə təsdiqdədirsə, bu da təsdiqdə olmalıdır. Tələbələr bəzən qarışdırırlar. Bunu təsdiqsə, bu inkarda olmalıdır götürürlər. Xeyr, əgər dialoqdursa, dialoqda bu təsdiqdirsə, bu da təsdiq olmalıdır. Siz bunu tag question'la qarışdırmayın. Baxıram ki, təsdiqdədir. Burada neither gördüm, çıxıram və burada didn't gördüm, çıxıram. Sadəcə 2 dənə təsdiq qalır, 1 və 3. Bizdə variant oldu, C variantı. 22-ci sual söz ehtiyatı sualdır, sinonim istəyir. Tired bizdə yorğundur, exhausted tükənmiş, yorğun mənasına gəlir. O biri sözlərin də mənalarına baxaq. Stupid, axmaq, brave, cəsurdur. Bunlar sinonim deyil. Bright, parlaq, dark, qaranlıq. Bunlar antonimdir. Fresh, təzə, old, köhnə. Bunlar da antonimdir. Lazy, tənbəl, intelligent, ağıllı. Bunlar da sinonim deyirlər. Bizdə cavab A variantıdır. Tired, exhausted. Bəli, izahımız bu qədər. Uşaqlar, bu bizdə 11-ci sinif buraxılış imtahanına düşmüş ingilis dilindən qrammatika sualları idi. Həqiqətən çox asan şəkildə düşüb, çox sadə düşüb. Ümid edirəm ki, siz bunu uğurla yaza bilmisiniz. Görüşənədək növbəti videolarda. 10-cu suala. Children painted the